Milli Hidrometeorologiya Xidmətinin yanvarın 4-ü saat 10:00 olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti yağmursuz keçir. Bəzi yerlərdə külək müşahidə olunur. Xidmətdən ajansa bildirilib ki, bir sıra ərazilərdə cənub-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20, Goranboyda 19, Naftalan Xızıda 18, Qobustanda 16 metr/saniyədək güclənir. Qar örtüyünün hündürlüyü tədricən əriyib. Şahbuzda 48, Qaxda 34, Qusarda 25, Lerikdə 20, Xınalıqda 19, Yardımlıda 15, Gədəbəydə 14, Daşkəsəndə 9, Şahdağda 10, Quba, Altağac, Sədərək, Şəkidə 6, Qəbələdə 3, Şərur, Ordubad, Qobustanda 2 sm-dir. Azərbaycanın bəzi bölgələrində artıq qar yağıb, dağlıq və dağətəyi ərazilər ağ örtüyü altındadır. Amma Bakı hələ də qara həsrət qalıb və paytaxt sakinləri qarın nə vaxt yağacağını maraqla gözləyir. Bakıda yaxın günlərdə qarın yağması ehtimalı varmı? Qlobal İnfoaza danışan ekoloq Arzu Mustafayevin sözlərinə görə Azərbaycan ərazisində hava şəraitinə əsasən 6 regionda formalaşan hava kütlələri təsir göstərir. Qarın düşməsi isə daha çox dağlıq və dağətəyi ərazilərdə müşahidə olunur. Bu zonalarda dəniz səviyyəsinə hündürlük, havanın temperaturu və atmosfer təzyiqi fərqlidir. Yağıntıların sulu qar və ya qar şəklində düşməsi məhz bu atmosfer şəraitində temperaturun mənfi dərəcədə olmasından qaynaqlanır. Mustafayev deyib ki, qar olmasa da bəzi yerlərdə gecələr temperatur 0 dərəcə və hətta mənfi ola bilər. Bakı ərazisində qarlı, yağışlı olmasa da gecələr şaxta davam edəcək. Yanvarın 10-u 12-si arası yağıntıların konkret forması və miqdarı daha da dəqiq müəyyənləşəcək. Bu dövrdə sulu qar və ya qar şəklində yağıntı gözlənilir. Ümumilikdə isə növbəti bir neçə gün ərzində böyük və intensiv yağışlar proqnozlaşdırılmır.